Mayın 24-ü paytaxt Bakıda Facemark şirkətinin təşkilatçılığı ilə insana dəyər konsept mesajlı Milli İnsan Resursları Forumu 2025 keçirilib. 3 paneldən ibarət olan tədbir boyunca insan resursları sahəsinə dair ən aktual mövzular müzakirə olunub. Bununla yanaşı forum iştirakçıları panel müzakirələri zamanı onları maraqlandıran suallara spikerlərə ünvanlayaraq cavablarını ala biliblər. Və bu tür fikirlərlə şirkət məhv olduqdan sonra bir sahibkar... Milli İnsan Resursları 10 ildir ki, bu il 10-cu forumdur və mən 2015-ci ildə də bu forumda iştirak etmişdim. O vaxt qonaq qismində idim. Düşünürəm ki, çox faydalıdır əməkdaşlarımız üçün, insan resursları sahəsində çalışan insanlar üçün. Nəyə görə? Biri var ki, nəzəriyyə, bunu internetdən tapa bilirik, müxtəlif kitablardan oxuya bilirik. Amma burada hər bir spiker, hər bir qonaq öz real təcrübəsini paylaşır və düşünürəm ki, bu çox faydalıdır. Bu il artıq 4-cü dəfədir ki, biz bu foruma qatılırıq. Hər il bura qatılan əməkdaşlarımızın sayı çoxalmaqdadır. Çünki biz burada öyrəndiyimiz yeni praktikaları, yeni təcrübələri çalışırıq tətbiq eləyək şirkətimizdə və nə qədər faydalı olduğuna əmin oluruq. İlk 2015-ci ildə təşkil etmişik layihəni və məqsədimiz insan resursları sahəsinə, bu funksiyanın önəminə diqqət çəkmək və funksiyanın inkişafı üçün dəstək vermək, həmçinin bu sahədə çalışan insanlar üçün bir şəbəkələşmə, networking platforması yaratmaq idi. Fəxr hissi ilə bugün qeyd edirik ki, 10 illiyimizi artıq qeyd edirik, 10 ildir ki, bu tədbir davam edir. Forumda 3 panellərdə də insana yeni dəyər, insan resursları sahəsində nəsil dəyişimi ilə birlikdə hansı yeni tendensiyalar yaranıb, hansı yeni alətlər yaranıb, bunlara toxunulur. Ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirən bu forum müxtəlif sahələrdə effektiv idarə etmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaradıb. 700-ə qədər mütəxəssis, 15-dən çox spikerin qatıldığı və bu il 10-cu ilini qeyd edən forumda peşəkarlar ölkəmizdə insan resurslarının inkişafı istiqamətində bilik və təcrübələrini bölüşüblər.